Vitali Balasanyanın vəhşiliyini bütün Azərbaycan bilməlidir. Patinkası ağzıma girib, mənə torpaq yedizdirib, torpaq bura qədər boğulub bəni. Mən su istəyəndə mənə sidik göndərdi. Və bu təcavüz məsələsinə gələndə isə mən heç vaxt ondan danışmamışam, danışa bilmirəm. Olan olub, amma biz o yaşmağı, o örpəyi üzümüzdən açmayaq. Bizim milli mentalitetimiz. Bizim ürəyimizə o vaxt su səpilər ki, onlar paytaxtımızın ən gözəl bir yerində, ən açıq bir yerində onlar edam olunsun. Mənim arzum bu idi ki, mən Qarabağa, ermənisiz Qarabağa gedim. Xoş gördük Dürdanə xanım. Xoş gəlmişsiniz. Dürdanə xanım, son günlər, yəni ötən ay tarixi anlar yaşadıq. Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə bayraqlarımız sancıldı. Şükürlər olsun. Xocalının geri alınma xəbəri sizdə necə təsir yaratdı? Ürək dolusu sevinə bildinizmi? Qızım mənə dedim, ama Xocalı alınıb. Fikirləşdim ki, yenə yalan xəbərlər falan. Dedi, yox mama, alınıb, bizimkilər artıq Xocalıya girib. Deyəndə mən elə bir ki, həmin saniyə boğazım qurudu. Nə ağlaya bilirəm, nə danışa bilirəm, nitqim qurudu. Əlbəttə ki, Xocalı bizim şəhid şəhəri idi. Şəhidlər şəhəri idi. Bizim Girov şəhərimiz idi. Başqa rayonlardan fərqli olaraq Xocalı ağlayan torpaqdır. Xocalının torpağı 31 ildə ağlayır, bizləri gözləyir. Və o torpaq da bugün sevinir. Sahibi gəlib. O torpaq da bugün sevinir ki, onun insanları gəlib, adamları gəlib. Bizim çıxmağımız bir faciə oldu. Qayıtmağımız bir faciə olacaq. Görün kimləri itirdik. Xocalı bir gecədə görün nə qədər şəhid verdi. Əsgəranın asfaltı var. O magistral yol ki, Qarabağın Əsgərandan keçir. O yolda biz əsir düşəndə üzü quyulu uzandıq. O asfaltın üstünə. Bax, o asfaltın üzərindən, o üzü quyulu uzandığımız asfaltın üzərinə çatanda, həmin yerə çatanda, mən o diriyə qalib gəlmiş dövlət, qalibiyyət orada yaşayacağam. Dürdanə xanım, ikinci bir sevincimiz isə separatçıların əli qana bulaşmış, o separatçıların tutulması, həbs olunması oldu. Bəli. Amma azadlıqda olanlar hələ də var. Bəli. Məsələn, elə Vitali Balasanyanı götürək. O Balasanyan ki, bir çoxları amma yaxınlarda həm erməni mətbuatında, həm də bizim elə öz sosial media istifadəçiləri arasında onun tərəfini saxlayanlar oldu ki, o Xocalılara kömək eləyir.